Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əgər bilsəydiniz, 2 gün qabaq ölkənin hansı elektrik stansiyaları vurulub, Tehranda əvvəlcədən elan olunmamış elektrik kəsintiləri barədə sual verməzdiniz. Bunu Tehran Şəhər Şurasının sədri Mehdi Kamran paytaxtda elektrik enerjisi kəsintilərinin səbəbi barədə jurnalistlərin suallarına cavab olaraq deyib. O, hansı elektrik stansiyalarının hədəf alındığı barədə suallara cavab verməyib. Bu iddia İslam Respublikası və ya ABŞ-dən heç bir rəsminin elektrik stansiyalarda daxil olmaqla enerji infrastrukturuna hücumu təsdiqlənməməsinə baxmayaraq irəli sürülüb. Digər tərəfdən Energetika Nazirliyi bir müddət əvvəl isti mövsümün gəlməsi və istehlakın pik həddə çatması ilə elektrik şəbəkəsinin təhlükəsizliyini və sabitliyini qorumaq üçün daxili sektora məhdudiyyətlər tətbiq olunacağını bildirmişdi. Nazir müavini Mustafa Rəcəbin Məşədi elektrik kəsilməsinin maksimum 2 saat davam edəcəyini və əvvəlcədən planlaşdırma və bildirişlə həyata keçiriləcəyini iddia etmişdi. İranın artıq atom bombası əldə etməsinin vaxtı çatıb. Çünki bunun bədəlini kifayət qədər ödəyib və bu yolda kifayət qədər qarşıdurmalar yaşayıb. Buna görə də artıq bombanı hazırlamaq lazımdır. Bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşəyiş Ərdəstani deyib. O, İLNA xəbər agentliyinə verdiyi müsahibədə İranın nüvə silahı hazırlamağa cəhd edəcəyi təqdirdə beynəlxalq ictimaiyyətin ölkəyə qarşı vahid mövqe tutması ehtimalı ilə bağlı sualı da cavablandırıb. Belə bir konsensus artıq mövcuddur və ABŞ və Qərb ölkələri hazırda İrana qarşı tədbirlər görürlər. İran Silahlı Qüvvələri Hürmüz boğazı məsələsində geri çəkilməyəcək. Bunu ordunun sözçüsü Məhəmməd Əkrəmiyyə bildirib. Hürmüz boğazı müharibə, düşmənçilik və ABŞ-nin təcavüzü yolu ilə heç vaxt yenidən açılmayacaq deyə Əkrəmiyyə bildirib. O əlavə edib ki, Hürmüz boğazının yenidən açılmasının yeganə yolu İran xalqının hüquqlarına hörmət göstərilməsidir. Əkrəmiyyə həmçinin vurğulayıb ki, silahlı qüvvələr şəhidlərin, xüsusilə də İslam İnqilabının şəhid liderinin qanının qisasını almağa borcludur. ABŞ prezidenti İranın dəniz blokadasının yenidən tətbiq olunacağını açıqlayıb. Donald Trump bazar ertəsi Birləşmiş Ştatların Hürmüz boğazına nəzarəti ələ keçirəcəyini və İranın dəniz blokadasının yenidən tətbiq olunacağını açıqlayıb. Trump Fox Friends proqramına müsahibəsində deyib, biz boğaza nəzarəti ələ keçiririk. Onların heç nəyi yoxdur, heç nəyi yoxdur. O əlavə edib, biz artıq onun təhlükəsizliyini təmin etdiyimizə görə ödəniş alacağıq. Çox böyük məbləğ alacağıq. Sadəcə gördüyümüz bütün işlərin və qüvvələrimizi riskə atmağımızın xərclərinin ödənilməsini istəyirik deyə ABŞ prezidenti İranla aparılan danışıqların gedişini də tənqid edərək bildirib. Dünən onlar 11 saatlıq iclas keçirdilər və hər şey dünən razılaşdırıldı. Amma otaqdan çıxandan sonra yenidən zəng edib dedilər ki, bəzi dəyişikliklər edilməlidir. Bugün günün birinci yarısında İranın Buşehir və Bəndər Abbas liman şəhərləri hədəf alınıb. Bu haqda yerli mənbələr məlumat yayıb. Məlumata görə Buşehirdə ordunun bazası dağıdılıb. Qeyd olunub ki, həmin baza bundan əvvəl də bombalanıb və indi onda bərpa işləri aparılan zaman yenidən vurulub. Bununla yanaşı Bəndər Abbas şəhərində də bir neçə partlayış səsinin eşidildiyi bildirilib. Məlumatlara görə ABŞ-nin günün bu saatında bombardmana başlaması gözlənilməz olub. Dağıntıların olduğu bildirilsə də mümkün insan tələfatı barədə hələlik açıqlama verilməyib. Davam edirik. İran prezidenti Məsud Pezeşkiyan Rusiyanın energetika naziri Sergey Svilyovla görüşündə Tehranın Moskva ilə birgə layihələrin icrasını ləngidən maneələri aradan qaldırmağa hazır olduğunu bildirib və iki ölkə arasında strateji razılaşmaların danışıqlar mərhələsindən icra mərhələsinə daha sürətlə keçməsinin vacibliyini vurğulayıb. Bazar ertəsi keçirilən görüşdə Pezeşkiyan enerji, neft, qaz, neft-kimya, sənaye, ticarət və tranzit dəhlizləri sahələrində əməkdaşlığın əhəmiyyətini önə çəkib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla hər iki ölkənin yüksək səviyyəli rəsmlərinin nümayiş etdirdiyi siyasi iradə fonunda birgə layihələrin həyata keçirilməsi ləngiməməlidir. Pezeşkiyan həmçinin BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Xəzəryani dövlətlər arasında əməkdaşlıq mexanizmləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlara diqqət çəkib. Hürmüz boğazı açıq qalacaq və ABŞ-nin onun təhlükəsizliyini təmin edəcəyi bunu ABŞ prezidenti Donald Trump özünün Truth Social hesabında yazıb.
Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz İran blokadasını bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və ya onun müştərilərinin boğazdan giriş-çıxışını məhdudlaşdırır. Bütün digər ölkələr Hörmüz boğazından sərbəst və ədalətli şəkildə istifadə edə biləcəklər deyə ABŞ prezidenti bildirib. Trump qeyd edib ki, bundan sonra ABŞ özünü Hörmüz boğazının mühafizəçisi hesab edəcək. ABŞ bu andan etibarən Hörmüz boğazının mühafizəçisi kimi tanınacaq, lakin ədalət naminə təhlükəsizliyin təmin edilməsi üçün çəkilən bütün xərclərin əvəzi ödənilməlidir. Buna görə də boğazdan daşınan bütün yüklər üzrə 20% həcmində ödəniş alınacaq. Bu prosesin formalaşdırılmasına dərhal başlanılacaq deyə Trump vurğulayıb. İranın Külünk dağı mümkün hərbi hədəflərdən biridir və ABŞ dağın birbaşa giriş hissəsinə böyük və dəqiq zərbə endirə bilər. Bunu Birləşmiş Ştatlar prezidenti Donald Trump müsahibəsində deyib. Onun sözlərinə görə Vaşinqton yaxın vaxtlarda böyük ehtimalla Külünk dağına zərbə endirəcək. Donald Trump ABŞ-nin bu obyekti yaxından izlədiyini və indiyənədək orada heç bir fəaliyyət müşahidə etmədiyini bildirib. Külünk dağının dərinliklərində yeraltı nüvə obyektinin yerləşdiyi güman edilir. Ekspertlərin fikrincə bu obyekt adi bunker əleyhinə bombalarla məhv edilməsi çətin olan möhkəmləndirilmiş yeraltı kompleksdir. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İrana qarşı son 5 saat davam edən hava zərbələri dalğası bazar ertəsi Birləşmiş Ştatların şərq vaxtı ilə saat 22:15-də başa çatıb. Centcom-un açıqlamasına görə əməliyyat zamanı bu şəhər Çabahar, Cask, Kənərək, Əbu Musa və Bəndər Abbas bölgələrində yerləşən hərbi obyektlər hədəf alınıb. Dəqiq zərbələr sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatı mövqelərinə, eləcə də digər hərbi dəniz imkanlarına qarşı həyata keçirilib. ABŞ ordusu bildirib ki, bu zərbələrin məqsədi İranın kommersiya gəmilərinə hücum etmək imkanlarını daha da zəiflətmək olub. Böyük Britaniya rəsmi olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edib. Bu barədə Sky News məlumat yayıb. Məlumata görə Böyük Britaniyada bu təşkilata üzvlük, onun iclaslarında iştirak etmək və ya simvollarını ictimaiyyətə nümayiş etdirmək artıq cinayət hesab olunur. Təhlükəsizlik naziri Angela Eagle parlamentə yazılı açıqlamasına bildirib ki, Böyük Britaniya Sepahla əlaqəli fəaliyyətin Böyük Britaniya ərazisində həyata təhdid və qorxutma ilə əlaqəli olduğunu müəyyən edib. Reuters agentliyinin təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə İraq Kürdistanının paytaxtı Ərbildən şərqdə yerləşən İran-Kürd müxalifət qruplarından birinə məxsus obyekt raket zərbəsinə məruz qalıb. Məlumata əsasən zərbə nəticəsində hələlik ölən və yaralılar barədə məlumat verilməyib. Hücuma görə məsuliyyət daşıyan tərəfin kimliyi dərhal müəyyənləşdirilməyib. Reuters qeyd edir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu son aylarda İran-Kürd müxalifət qruplarının mövqelərinə dəfələrlə zərbələr endirib. ABŞ-nin İordaniyada yerləşən hərbi bazası 4 ballistik raketlə hədəf alınıb. Bu, Sepahın yaydığı bəyanatda deyilib. Bəyanatda hərbi bazalara zərər dəydiyi iddia olunub. İordaniya ordusu isə yaydığı bəyanatda ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan 4 ballistik raketi zərərsizləşdirdiyini bildirib. Raketlər zərərsizləşdirildiyi üçün heç bir xəsarət və insan tələfatı olmayıb. Bununla yanaşı Küveytdə İran ordusu ABŞ-nin Küveytdə yerləşən Patriot zenit raket komplekslərinə zərbə endirdiyi barədə iddiaların əsassız olduğunu bildirib və hücumların hərbi bazalara deyil, iqtisadi və istehsalat mərkəzlərinə edildiyini bildirib. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.